Ola bilər bir şeyi xoşlamırsınız, o sizin üçün daha xeyirli olar. Ola bilər bir şeyi xoşlayırsınız, o sizin üçün xeyirli olmaz. Görə Allah bizim üçün nə istəyir? Mən bu yolu getmək istəyirəm. Görəsən Allah bunu istəyir, istəmir. Mən bu şeyi belə bu cür nə görürəm? Amma görəsən həqiqətən bu cür nədir? Bu xeyirlidirmi? Mən bu yolla getmək istəyirəm. Görəsən mənim aqibətim burada xeyirlidirmi yoxsa yox? Bir misal vuracağım, gözümüzün qabağındadır. Bizim bir dostumuz var, Ayaz, tanıyarsınız da Ayaz qardaşımızı. Keçən dəfə maşınla gəlmişdi, maşını burada dükkanın qabağında saxlayırdı. Mən dedim ki, orada saxlamaqdansa, məscidin yanında ən təhlükəsiz yer buradır. Düz birinci yer yoxdur, qapıdan çıxan kimi birinci yer. Orada saxlasan, mənə görə ən təhlükəsiz yer oradır. Ondan bir gün sonra idi, yoxsa 2 gün sonra idi, gəldi nə oldu? Qəza baş verdi orada. Bir maşın, 3 maşını vurdu, elə həmin yerdə. Mən düşünürdüm ki, ən təhlükəsiz yer oradır, amma nə oldu? Ən təhlükəli yerə çevrildi. Ona görə bizim düşündüyümüz başqa bir şeydir. Allahın gördüyü, Allahın təqdir etdiyi başqa bir şeydir.